Hər birinizi salamlayıram. Bu günlərin biz sizinlə sənayenin vəziyyəti, kənd təsərrüfatı və yeni aqrar qanunlar haqqında danışacağıq. Qeyd eləmişik ki, 1900-1903-cü il dünya iqtisadi böhranı. Ümumiyyətcə iqtisadi böhran nə deməkdir? Deyirik ki, həddindən artıq əmtəə istehsal olur və nə baş verir? Tələblə təklif arasında uyğunsuzluq yaranır. Yəni istehsal ixtisar edilir. Məsələn, bir il ərzində 10 ədəd nəsə lazımdırsa, 1000 ədəd istehsal olunur. Və artıq o müəssisə məcburdur ki, 10 il heç nə istehsal eləməsin. İşsizlik yaranır. Yəni dünya iqtisadi böhranı bu deməkdir. Deyirik 1900-1903-cü illərdə dünya iqtisadi böhranı baş verdi ki, bu bizim sənayemizə də təsir göstərir. Həm neft kimya sənayesinə, eyni zamanda dağ madən sənayesinə öz mənfi təsirlərini göstərir. Məsələn, nə baş verdi? Deyirik ki, inhisarlaşma, yəni təmərküzləşmə getdi. Başladı yox ha, sürətləndi. Zaten bizdə var idi təmərküzləşmə. Məsələn, xırda və orta müəssisələr iflas eləyir və məcburdur ki, iri müəssisələrdə birləşirlər. Biz də buna nə deyirik? İstehsalın təmərküzləşməsi. Yəni xırda müəssisələrin iri müəssisələrdə birləşməsidir. Yəni inhisarların əlinə keçiddə artıq inhisarlaşma prosesi sürətləndi həmin dünya iqtisadi böhranı dövründə. Düzdür ki, böhrana baxmayaraq Azərbaycan neft sənayesinə yenə də xarici kapitalın qoyuluşu öz yerində idi. Amma nə idi əsas problem? Əlavə xərc qoymurdular. Məsələn, texniki yeniliklər tətbiq edilmirdi. Bu da artıq deyirik ki, gətirdi həmin bu neft sənayesində olan durğunluğu böhranla əvəz elədi. Məsələn, 20-ci əsrin əvvəllərində neft sənayesinin durğunluğunun əsas səbəbləri nələr idi? Yazmışıq ki, durğunluğun əsas səbəbi. Məsələn, geoloji kəşfiyyat işləri aparılmırdı. Eyni zamanda müasir texnologiya istifadə edilmirdi. Edilsə də az edilirdi. Bundan başqa deyə bilərik ki, məsəl üçün köhnə üsulla aparılırdı da neftin çıxarılması. Və eyni zamanda məsələn sahibkarlar süni qiymət artımı aparırdı. Yəni bu kimi proseslər neft sənayesində durğunluğa səbəb olmuşdu. Yaxşı, gəlin görək sənayenin digər sahələrində vəziyyət necə idi? Məsələn, yazmışıq ipək, pambıq və balıq. Neft sənayesində əsas güc xarici kapitalın əlində idi. Amma bu digər sənayelər var. Məsələn, ipəkdir, pambıqdır, balıqdır. Deyirik ki, bunlar bizim milli burjuaziyanın əlində idi. Yəni milli sahibkarların əlində cəmləşmişdi. İpək istehsalıdır, pambıqdır, balıqdır. Hətta deyirik ki, nədir? Kapital qoyuluşunun həcminə görə, məhsul istehsalına görə neft sənayesindən sonra ikinci yerdə nə dururdu? Həmin bax bu balıq sənayesi dururdu ki, bunun da 70%-dən çoxu milli burjuaziyanın, milli sahibkarların əllərində cəmləşmişdi. Eyni zamanda yazmışıq ki, əlvan metallurgiya. Düzdür, o 1900-1903-cü illərdə olan o dünya iqtisadi böhranı burada da öz təsirini göstərmişdi mənfi cəhətdən. Məsələn, filiz çıxarılması azaldılmışdı. Həmin vaxtı bizdə kimin əlində idi o sistem? Siemens qardaşları şirkətində idi də. Məsələn, biz deyirik ki, onlar Gədəbəydə mis mədənlərindən yenirlər. Gətirirlər, yeniliklər gətirirlər. Məsələn, elektrik enerjisindən istifadə edirlər. Həmin o filizlərin çıxarılmasında, hətta Qalakət çayı üzərində su elektrik stansiyası tikdirmişdilər. Amma nə olsun? Həmin vaxtda artıq deyirik ki, Moskvada bu cür zavod tikildiyinə görə 1906-cı ildə həmin o Qalakətdə olan mis saflaşdırma zavodu bağlanır. Bundan başqa biz danışa bilərik 20-ci əsrin əvvəllərində kənd təsərrüfatı yazmışıq, yeni aqrar qanunlardan danışacağıq. Nə yazmışıq? 20-ci əsrin əvvəlləri kənd təsərrüfatı. Görək vəziyyət nə cür idi? Deyirik ki, əsasən əkin-yarlı torpaqların çox hissəsində əsas şeylər, əkilənlər nələr idi? Arpa idi, düyüdü, buğdaydı. Yəni bunlar cəmləşmişdi. Məsəl üçün pambıqçılıq da öz növbəsində inkişaf eləmişdi. Amma nə idi? Pambıqçılıqda deyirik ki, əsasən əl əməyindən istifadə olunurdu. Məsələn, maşınlardır, traktorlardır. Bunlar nə istəyir? Pulla da bizdə onun istehsalı yoxdur. Traktor istehsal olunmurdu Azərbaycanda. Digər yerlərdən gətirilməlidir. O da əlavə pul tələb edirdi. Onu da hər adam gətirə bilmirdi axı. Əsasən kimlər gətirə bilirdi? Ya varlı mülkədar olmalıydın, ya da qolçobaq olmalıydın ki, həmin o texnikaları satın alıb gətirə biləsən. Bundan başqa yazmışıq ki, biz Rusların köçürmə siyasəti. Gəlin görək, Rusların köçürmə siyasətinə nə deyə bilər? Məsələn, biz bilirik ki, Ruslar 19-cu əsrdən başlayaraq, 1830-cu ildən başlayaraq köçürülürdü və hətta 20-ci əsrin əvvəllərinə qədər də onların köçürülməsi davam eləyirdi. Məsələn, siyasi məqsədləri var idi Azərbaycana Rusları köçürməkdə. Siyasi məqsədləri nə idi? Rus əhalinin sayını artırmaq istəyirdilər müstəmləkələrdə.
İqtisadi məqsəd də o idi ki, Rusiyanın mərkəzi quberniyalarında olan torpaq məsələlərini həll eləmək. Gətirib bizim bu torpaqlarımızı əlimizdən alırdılar, verirdilər onlara. Əsas da harada məskunlaşdırırdılar? Cənubi Azərbaycanla sərhəd bölgələrdə məskunlaşdırırdılar həmin o gətirilən rusları. Münbit torpaqları ona verirdilər, bizim əhali də torpaqsızlaşırdı və yaxud da əlverişsiz ərazilərə köçürülürdü. Hətta biz dedik ki, nə baş verdi? Gəldilər Milmuğan ərazisində 2000-dən çox kəndini qovub yerinə rusları yerləşdirdilər və hətta onlara odlu silah da vermişdilər ki, özlərinizi qoruyun. Kimlə? Yerli əhalidən. Yerli əhalinin silahı yox idi. Yava ilə, balta ilə deyirsə nəyisə eləyə bilər. Bunlar barbardır. Siz sivilsiniz. Ona görə də sizə odlu silah verir ki, nəyisə eləsələr öldürə bilərsiniz. Yəni belə bir vəziyyətdə idi. İndi qeyd eləmişik 1900-cü il aqrar qanunu. Ümumiyyətcə 1900-cü il aqrar qanunundan danışmamışdan əvvəl bunu deyə bilərik ki, məsələn 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində ölkədə niyə görə kapitalist münasibətlərinin yaranması prosesi ləng gedirdi? Məsələn, deyə bilərik ki, 1853-cü ildə dövlət kəndlərinin köçmə hüququ ləğv olunmuşdu. Eyni zamanda 1840-1870-ci illər aqrar islahatları dövlət kəndlilərə aid edilməmişdi və biz də deyirik ki, hətta kəndlilərin 70% dövlət kəndlilərini əhatə edirdi. Amma bu islahatların heç birisi onlara aid edilməmişdi. Ona görə də 1900-cü ildə Cənubi Qafqazda dövlət kəndlilərinin torpaq quruluşu haqqında qanun verilir. Nə idi bu? Və hətta biz deyirik ki, 1903-cü ildə əlavə o həmin o 1900-cü il qanununa əlavə də var idi. 1903-cü il kəndli əsasnaməsi. Gəlin görək bu 1900-cü il aqrar qanununda dövlət kəndlilərlə bağlı, yəni bu sahibkar kəndlilərin əlaqəsi yoxdur. Dövlət kəndlilərlə bağlı olan aqrar qanunda nədən söhbət gedir? Heç nə. Qanuna görə deyirik ki, bütün dövlət kəndliləri icma torpaqlarından nəsli istifadə hüququ alır. Aydın oldu mu? Yəni, amma bunun məsələn 1870-ci il islahatından fərqi nə idi? Yəni, bir növ mülkiyyətə keçmirdi də, sadəcə olaraq istifadə eləyə bilərsən. Və hətta 1903-cü ildə buna bir əlavə də olundu. Nə idi o əlavə? Məsələn, deyək ki, həmin o nəsli istifadə olan torpaqlar verildi dövlət kəndliləri. Onların sərhədləri müəyyənləşdirilsin, eyni zamanda kəndlilərə əlavə pay torpaqları verilsin. Məsələn, çəməndir, otlaqdır, meşələrdir, bunlardan pay torpaqları ayrılsın. Bu da neynədir? Gətdi bu dövlət kəndliləri daha ağır vəziyyətə saldı. Çünki yararsız torpaqlardan pay torpaqları verirdi bunlara, əvəzində də vergini artırırdı. Yəni bu 1900-1903-cü ildə olan o dövlət kəndlilərinə aid edilən həmin qərarın heç bir xeyri olmadı dövlət kəndlilərinə. Yəni məhdud cəhəti nə oldu? Deyir ki, dövlət kəndlilərində torpaq məsələsini həll eləyə bilmədi. Yəni bu kəndlilərin istifadəsində olan pay torpaqlar yenə də dövlətin mülkiyyətində idi. Demirəm sən bunu alıb öz mülkiyyətinə çevirə bilərsən. Yenə də bu qalır dövlətin əlində. Eyni zamanda biz burada məhdud cəhətlərində dedik 1912-ci il aqrar qanunu. Hə, bu 1912-ci ildə olan aqrar qanunu artıq dövlət yox, sahibkar kəndlilərinə aiddir. Niyə? Çünki biz dedik axı 1870-ci ildə islahat keçirdi bunlar. Amma məsələni həll eləmədi. Dedi ki, sən torpağı alıb öz mülkiyyətinə çevirə bilərsən. Kəndlinin də pulu yox idi axı. Bəziləri var idi, ortabab kəndlilər. Onlar aldı, çevrildi, oldu qol çomaq. Digərləri də oldu torpaqsız kəndli və yaxud da ki, torpaqdan istifadə edib yenə də həmin vergi və mükəlləfiyyətləri ödəyən kəndli. Və ona görə də onların işini yüngülləşdirməkdə məqsədi ilə 1912-ci illərdə sahibkar kəndliləri, pay torpaqları məcburi satın alması haqqında qanun verdi. Çar hökuməti. Yəni deyir ki, sən mən ayırmışam 5 desiatın torpaq. Onu məcburi şəkildə satın almalısan. Yəni əvvəl dedik axı biz 42 il bunlar müvəqqəti mükəlləfiyyətli vəziyyətində qaldı. Düz 1870-dən 1912-ci ilə qədər. Nə idi burada? Deyir mən sənin əvəzindən mülkədara pul ödəyəcəm, həmin o pay torpağını satın almağın üçün. Sən də yavaş-yavaş hissə-hissə faizlə mən onu məsələn 20 il ödəyəcəksən həmin pulu faizi ilə. Artıq bu deyirik ki, elə bir dövləti də xalq orada yaşayan o sahibkar kəndlilərini özündən borclu vəziyyətə saldı. Artıq mükəlləfiyyət daşımaqdan azad olur da sahibkardan borcu zad olmur. Torpaq olur kəndlinin mülkiyyəti və dövlətə faizlə həmin borcu qaytarır. Bundan başqa 1912-ci il aqrar qanununda məsələn dedilər ki, yararsız torpaqlar kəndlilərin mülkiyyətinə pulsuz keçəcək. Eyni zamanda bu pay torpaqları var idi bunlar. Orada əgər bağ yeri salmısansa onun əvəzinə pul ödəməyəcəksən.
Bundan başqa çəməndir, otlaqdır, meşədir, bunları satın ala bilməzsən. Yəni bir növ su arxları da mülkədarların nə idi? Mülkiyyətində qalırdı. Bundan başqa 1913-cü ildə bəli, bir dənə də qanun verilir. Nə qanunu idi bu? Biz dedik axı üsyan baş verdi Zaqatalada. İngiloylar, Muğallar, orada üsyan keşkəl sahibləri həmin islahatı keçirilməməkdən ötürü. Bax, həmin üsyana görə 1870-ci il islahatı Zaqatalaya şamil edilməmişdi. Və artıq 1913-cü ildə həmin islahatı Zaqatala sahibkar kəndlilərinə aid elədilər. Yəni ki, Zaqatalada yaşayan sahibkar kəndliləri feodal asıllığından azad oldular. Bundan başqa 1912-13-cü il qanunlarının məhdud cəhətləri yazmışıq. Nə idi məhdud cəhətlər? Məsələn, deyir ki, proseslərin hamısı ləng gedirdi. Sahibkar kəndliləri faktiki olaraq dövlətdən borclu vəziyyətə düşür. Bu həmin 1912-13-cü il aqrar qanunları dövlət kəndlilərinə aid edilmir. Bunların məhdud cəhətləri idi. Bəs yaxşı cəhətləri nə oldu? Əhəmiyyəti nə oldu? Heç nə. Sahibkar kəndlilər müvəqqəti mükəlləfiyyətlikdən çıxırlar. Və nə olurlar? Pay torpaqlarının xüsusi mülkiyyətçiləri olurlar. Eyni zamanda qolçomaq təsərrüfatıdır, fermer təsərrüfatıdır. Bunların yaranması üçün xüsusi şərait yaranır. Belə gəlir ki, bu qədər kifayətdir.